Bugünkü mövzumuz çevrə üzrə bərabər sürətli hərəkətdə period tezlik və bucaq sürətidir. Əyri-xəttli hərəkətin ən sadə forması çevrə üzrə hərəkətdir. Əgər çevrə üzrə hərəkət edən bir cisim hər saniyədə bərabər qədər yol gedirsə, belə hərəkət çevrə üzrə bərabər sürətli hərəkət adlanır. Bu çevrənin mərkəzi O nöqtəsi, radiusu diametr bərabərdir 2 radiusa. Çevrənin daxili bucaqlarının cəmi 360 dərəcədir. Bu da 2 pi radiana bərabərdir. Bəs radian nə deməkdir? Tutaq ki, cisim A nöqtəsindən B nöqtəsinə gəlib və müəyyən bucaq qədər, pi bucağı qədər dönüb. A-dan B-yə qədər getdiyi yola isə L desək, o zaman fi bərabər olacaq L bölünsün R-ə. Finin vahidi də 1 radiana bərabərdir. Vahidi 1 radiandır. Bəs radian nə deməkdir? Əgər cisim A-dan B-yə gələrkən, müəyyən fi bucağı qədər dönərkən, onun getdiyi yol L həmin çevrənin radiusuna bərabər olarsa, bu bucaq 1 radiana bərabər olur. 1 radian da təxminən 60 dərəcəyə bərabərdir. Yəni 180 dərəcə bölünsün pi-yə bərabərdir. Pi-nin də qiymətini 3 qəbul edirik. İndi keçək çevrə üzrə hərəkətdə perioda. Cisim A nöqtəsindən hərəkətə başladı. A nöqtəsindən hərəkətə başladı, yenidən fırlandı, gəldi A nöqtəsinə, tam bir dövrü tamamladı. Deyirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə tam bir dövrə sərf olunan zamana deyirik period. Period böyük T hərfi ilə işarə olunur. Düsturumuz T bərabərdir, kiçik T bölünsün N. Burada kiçik T zamandır, N isə dövrlərin sayıdır. Dövrlərin sayı. Periodun vahidini çıxarsaq, T bərabərdir. Zamanın vahidini yerinə yazıram saniyə. Dövrlərin sayının da vahidi yoxdur. Elə olacaq saniyə. Vahidi saniyədir. Cihazı olacaq saniyə ölçən. Period özü də skalyar kəmiyyətdir. Skalyar kəmiyyət yalnız ədədi qiyməti olan kəmiyyətlərə deyilir. İndi keçək tezliyə. Tezlik nədir? Tezlik odur ki, mən bu çevrəni A nöqtəsindən başladım fırlanmağa. 1 saniyədə mən neçə dəfə çevrəni fırlana bilərəm? Bu tezlikdir. Deyirik ki, vahid zamandakı, yəni 1 saniyədəki dövrlərin sayına tezlik deyilir. Tezlik kiçik N hərfi ilə işarə olunur. Düsturu böyük N bölünsün T-dir. Yenə də T zamandır, N dövrlərin sayıdır. Vahid çıxaraq buna, dövrlərin sayının vahidi yoxdur, 1 yazıram. Zamanın vahidi də saniyədir, 1 bölünsün saniyə. Bunu saniyə üstü -1 kimi də yaza bilərik. Yenə də cihazımız olacaq saniyə ölçən. Saniyə ölçən. Tezlik də period kimi skalyar kəmiyyətdir. İndi fikir verin. Periodun düsturu T bölünsün N-dir. Tezliyin düsturu N bölünsün T-dir. Bunlar bir-birlərinin tərsidirlər. Periodla tezlik tərs mütənasib asılıdır. Bir daha periodun düsturunu yazıram. T bölünsün N-ə. Tezliyin düsturu N bölünsün T-yə. Buradan görünür ki, periodla tezlik bir-birindən tərs mütənasib asılıdır. O zaman periodun tezlikdən asılı qrafikini çəkək. Həmçinin tezliyin perioddan asılı qrafikini çəksək, hər ikisi tərs mütənasib asılı olacaq. Məsələn, bizə məsələdə tezliyi veriblər 0,2 saniyə üstü -1. O zaman periyodu tapanda 1 bölünsün N. Yəni 1 bölünsün 0,2. Buna yazıram 10 bölünsün 2, 5 saniyə. Və yaxud da ki, periyodu veriblər bizə, periyod bərabərdir 2 saniyədirsə, tezliyimiz nə qədər olar? N bərabərdir 1 bölünsün T yazırıq. 1 bölünsün 2, 0,5 saniyə üstü -1-ə bərabər olacaqdır.
İndi gəlin saatda saat əqrəbinin, dəqiqə əqrəbinin və saniyə əqrəbinin periodlarını təyin edək. Burası saatın mərkəzi. Bu olsun saat əqrəbi. Burada 12-ni göstərir. Burada 3, burada 6, burada 9. Saat əqrəbi 12-dən başlayacaq, yəni A nöqtəsindən hərəkətə başlayacaq. Yenidən A nöqtəsinə fırlanacaq, gələcək yenidən A nöqtəsinə və bunun üçün sərf olunan zaman olacaq 12 saat. İstəsəniz bunu dəqiqə ilə, saniyə ilə də ifadə edə bilərsiniz. İndi dəqiqə əqrəbi üçün çəkək. Dəqiqə olaraq bura 15 dəqiqədir, bura 30 dəqiqədir, bura 45 dəqiqədir, bura isə 60 dəqiqədir. Dəqiqə əqrəbi A nöqtəsindən hərəkətə başlayacaq, fırlanacaq, yenidən A nöqtəsinə gəlib çatanda 60 dəqiqə vaxt keçəcək. 60 dəqiqə və yaxud bunu 1 saatda yaza bilərik. İndi saniyə əqrəbi üçün eləyək. Saniyə olaraq bura 15 saniyədir, bura 30 saniyədir, bura 45 saniyədir, bura isə 60 saniyədir. Saniyə əqrəbi fırlanacaq. 60-dan başladı, fırlanacaq. Gəlib yenidən bu nöqtəyə çatdıqda saniyə əqrəbinin periodu olacaq 60 saniyə və yaxud da ki 1 dəqiqə. İndi bizim bir günümüz 24 saatdır. Bir günümüzün periodu 24 saata bərabərdir. Onda gəlin görək saat əqrəbi bir gün ərzində neçə dəfə dövr edir. Dövrlərin sayını tapmaq üçün ümumi zamanı, yəni 24-ü böləcəm 12-yə. Düsturumuz necə idi periodun düsturu? T bərabərdir, T bölünsün N-dir. Buradan N-i tapanda nə edirik? T-ni bölürük perioda. 24-ü böləcəyik 12-yə 2. Deməli, saat əqrəbi bir gün ərzində 2 dəfə tam dövr edir. İndi dəqiqə əqrəbi üçün tapaq. N bərabərdir. Yenə də 24 saatı bölürəm dəqiqə əqrəbinin perioduna. 1 saata. Uşaqlar, burada niyə 60 dəqiqə götürmədim? Çünki saatla dəqiqəni bir-birinə bölə bilmərəm. Mütləq birini çevirməliydim. Ona görə elə birbaşa 1 saat götürdüm. Eləcə 24. Keçək üçüncüyə, saniyə əqrəbinə. Burada dövrlərin sayını tapmaq üçün 24 saatı bölürəm 1 dəqiqəyə. Vahidlər eyni olmalıdır. Biri saat, biri dəqiqə olmaz. Ona görə 24 saatı çevirəcəm dəqiqəyə. 60 dəqiqə. Bu da bölünsün 1 dəqiqə. Bərabər olacaq 1440 dəfə. 1440 dəfə saniyə əqrəbi bir gün ərzində dövr edir. Yerin öz oxu ətrafında fırlanma müddəti elə uşaqlar 1 sutka deməkdir. Yəni 1 gün deməkdir. Bu da 24 saata bərabərdir. Gördüyünüz kimi perioddur, period da tezlik də heç biri zamanın asılı deyil. Yəni 1 gündə keçsə, 5 gündə keçsə, illər də keçsə, saatın saat əqrəbinin periodu dəyişməyəcək. Period zamandan asılı olmayacaq. Bilirsiniz ki, artıq tezlik də 1 bölünsün T-dir. Əgər T dəyişmirsə, tezlik də o zaman dəyişməyəcək. O zaman tezlik də zamandan asılı olmayacaq. Yaxşı, indi keçək bucaq sürətinə. Yenə də bir çevrə çəkirik.
çevrənin mərkəzi nöqtəsini qeyd edək. Deyək ki, cisim A nöqtəsindən B nöqtəsinə gəlmək üçün dərsimizin əvvəlində demişdik ya, müəyyən fi bucağı qədər dönür. Bu hərfin adı fidir. Kəmiyyət olaraq da dönmə bucağı. Müəyyən bir qövs cızır. AB qövsü cızır. Bu AB qövsünü cızmaq üçün də müəyyən zaman keçməlidir. Həmin dönmə bucağının, finin sərf olunan zamana nisbətinə deyəcəyik bucaq sürəti. Omega bucaq sürətidir. Hərfin adını da qeyd edirəm bura, omega. Bayaq dedik ki, finin vahidi radiandır. Onda omeganın vahidini çıxarsaq, finin yerinə radian yazırıq, zamanın da yerinə saniyə. Onda bucaq sürətinin vahidi olacaq 1 radian bölünsün saniyə. Cihazı olacaq saniyə ölçən. Özü də skalyar kəmiyyətdir. Periyod da, tezlik də, bucaq sürəti də saniyə ölçəndən ölçülür və hər üçü skalyar kəmiyyətdir. Buradan fini tapsaq, fi bərabərdir omega vurulsun t'dir. Məsələn, yazıram, omeganın yerinə qiymət qoyuram 4t. Finin törəməsi bizə nə verir? 4'ü vermir, 4 də omegadır. Finin törəməsi bizə omeganı verir. Onda omega t qrafikində fiqurun sahəsi bizə hansı kəmiyyəti verəcək? Fini verəcək. Hansı fiqurun sahəsi? Qrafiklə T oxu arasında qalan fiqurun sahəsi. Yəni, bu fiqurun sahəsi bizə hansı kəmiyyəti verəcək? Fini verəcək. İndi gəlin finin digər düsturlarını çıxaraq. Omega bərabərdir fi bölünsün T yazdıq. Dedik ki, çevrənin daxili neçə radiandır? 2 pi radiana bərabərdir. Finin yerinə 2 pi qoyuram. Və 2 pini bu dönmək üçün, yəni A nöqtəsindən başlayıb, yenidən gəlib A nöqtəsinə çatanda 2 pi qədər dönür. Ümumi sərf etdiyi zaman isə 1 periyoda bərabər olur. 2 pi bölünsün T. Az öncə qeyd etdik ki, T niyə bərabərdir? 1 bölünsün N'dir. Həmin ifadəni burada qoyuram yerinə. 2 pi, T'nin yerinə 1 bölünsün N qoyuram. Olacaq 2 pi N'ə. N'in də düsturu N bölünsün T'dir. Bu ifadəni də qoysam yerinə 2 pi N bölünsün T. Onda bucaq sürəti üçün neçə düstur yazdıq? 1, 2, 1, 2, 3, 4. Hələ ki 4'ünü yazırıq. Xətti sürəti mərkəzi qaçma təzilinə keçəndə də əlavə düsturlar çıxaracağıq. Bucaq sürəti də uşaqlar zamandan asılı olmayacaq. Həm periyod, həm tezlik, həm də bucaq sürəti zamandan asılı olmayacaq. Bucaq sürəti o cümlədən düsturdakı fi'dən də asılı deyil. Omega fi'dən asılı olmayacaq. Amma uşaqlar, fi bərabərdir omega t yazdıq. Fi'nin t'dən asılılığını çəksəm. Bax, fikir versiniz. Zaman keçdikcə, yəni zaman çoxaldıqca bu daha çox dönəcək də. Bucağın qiyməti artacaq. Fi t'dən düz mütənasib olaraq, düz asılı olaraq dəyişir. Burada bir neçə məqamı da vurğulayım sizin üçün. Yenə də bir çevrə götürdük. Çevrəni 4 hissəyə bölürəm. Mərkəzi O nöqtəmiz. Çevrənin uzunluğu düsturu necə idi? 2 pi r idi. Burada radiusdur, burada radiusdur. Bu bütöv isə qırmızı xətlə çəkdiyim diametrdir. Diametr 2 radiusa bərabərdir. Onda biz çevrənin uzunluq düsturunda burada da böyük R yazaq. Biri böyüylə, biri kiçiklə olmasın. 2R'in yerinə D yazsaq, düsturumuz olacaq pi t. Deyək ki, cisim A nöqtəsindən B nöqtəsinə gəlmək üçün
0,2 saniyə zaman sərf edib. A-dan B-yə gəlmək üçün 0,2 saniyə sərf edibsə, A-dan B-yə qədər olan məsafə çevrənin 1/4 hissəsidir. 1/4 hissəsinin gəlməyə bu 0,2 saniyə sərf edib. Onda tam hissənin gəlməyə nə qədər zaman sərf edər? Yəni periodumuz nə qədər olar? T bərabərdir 4-ü vuracaq 0,2-yə bərabərdir 0,8 saniyə. Bəs tezliyimiz nə qədər olar? Tezliyimiz də 1 bölünsün T-dir. 1 bölünsün 0,8-ə. 10 bölünsün 8. Bunda 2-yə xüsər aparaq. 5 bölünsün 4. 1,25 saniyə üstü -1 və yaxud da ki 1 bölünsün saniyə şəklində də yazıla bilər.